Salam, hər vaxtınız xeyirli olsun. Səfiyyənin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə çox ləzzətli ətsiz borşu necə hazırladığımı bölüşmək istəyirəm. Ət borşsuz olmaz deyənlər nəzərə alın ki, evdə hər zaman ət də olmaya bilir. Ancaq ailəni dolandırmaq üçün yemək hazırlamaq lazımdır və biz bu cür çox ləzzətli borşu hazırlayacağıq. Öncə qazanımızı qazın üzərinə qoyaq və mən bulyonda hazırlayacağıma görə bulyonu əlavə edirəm. Ancaq siz bulyon əgər yoxdursa, yəni sadə su ilə hazırlayacaqsınızsa, ailənizə uyğun suyu əlavə edəcəksiniz. Mən də ümumilikdə bulyonun miqdarı, yəni su da əlavə olunmaqla birlikdə litr yarımdır. Və mən litr yarım bulyon üçün indi ərzaqlarımızı əlavə etdikcə bir miqdarını da deyəcəm. Deməli, bulyonumuz qaynadıqdan sonra içərisinə 3-4 yarpaq dəfnə yarpağı əlavə edirəm və doğradığım kələmləri əlavə edəcəm. Kələmlərin formasını, yəni öz zövqünüzə uyğun, biraz daha nazik, mən çox nazik sevmədiyim üçün gördüyünüz qaydada, biraz daha dişə gəlimli qalınlıqda doğramışam kələmləri, ancaq bəzən xanımlar bunu daha da xırda ölçüdə edə bilirlər. Və içərisinə 2 ədəd orta boy kartofu xırda dilimlər halında əlavə edib, yaxşıca qarışdırıram və qoyuram ki, tərəvəzlərimiz qaynasın. Və indi keçək yeməyimizin digər tərəvəzlərini hazırlamağa. Bunun üçün öncə tavaya kərə yağını əlavə edib, yaxşıca əridirəm. Bəzən mən kərə yağı əlavə edib hazırladığım yeməklərdə xanımlar yorumlarda yazırlar, duru yağla hazırlamaq olarmı? Əlbəttə olar, kimin cibinə, ailəsinə, zövqünə hansı yağ uyğundursa, yəni həmin yağla da hazırlayacaqsınız. Soğanlarımızı isinmiş yağa əlavə edib qızardacağıq və soğanlarımız bir balaca öldükdən sonra üzərinə duz əlavə edirəm. Mən ətin bulyonunda hazırladığıma görə, yəni orada duz əlavə etməmişəm. Siz su ilə hazırlasanız azacıq qazana və azacıq da, yəni burada soğanların üzərinə duz əlavə edib qovuracaqsınız. Əgər borşda sarımsağı, ətrinin çox olmağını sevirsinizsə, o zaman sarımsağı indi yox, axıra saxlayın. Ancaq mən çox kəskin olmağını sevmədiyim üçün soğanla birlikdə sarımsağı qovururam. Burada qazın alovunun arxada daha çox olduğuna görə mən qazanların yerini dəyişirəm. Yəni bulyonumuz vamxodda da qaynaya bilər, ancaq qızartmamızı biraz daha gür odda, yəni qovurmaq istəyirəm ki, yeməyimiz daha tez ərsəyə gəlsin. Və soğanlar, sarımsaqlarımız ikisi birlikdə biraz qovurulduqdan sonra üzərinə uzun sov formada doğradığım biberləri əlavə edirəm. Kələmlər uzun sov formada olduğuna görə əslində bütün tərəvəzlər uzun sov, yəni biraz daha uzun dilimlər halında doğranmalıdır. Ancaq siz öz zövqünüzə görə bunu xırda-xırda kubik şəklində də doğraya bilərsiniz. Və soğan, biber qarışım hamısı bir balaca qovrulduqdan sonra mən süzgəcdən keçirilmiş kökü əlavə edirəm və bunları da birlikdə bir neçə dəqiqə ərzində qovururam. Və biraz qovrulmuş köklərimizin üzərinə indi çoğundurun yarı hissəsini əlavə edirik. Yəni, mən də 1 ədəd kök əlavə etmişdim və 1 ədəd orta ölçülü çuğundurun yarı hissəsini əlavə edib qovururam birlikdə. Və gördüyünüz kimi artıq tərəvəzlər birlikdə yaxşı qovrulublar və indi tərəvəzlərin orta hissəsində bir balaca yer açaraq mən tomat pastası əlavə edəcəm. Əgər varınızdırsa, həm tomat pastası, həm biber pastasının hər ikisindən əlavə edə bilərsiniz. Və tomatı ortaya əlavə etməkdə məqsəd bir balaca tək, yəni tərəvəzlərə qarışmadan özünü yaxşıca qovururam orta hissədə. Və biraz qovrulduqdan sonra digər
tərəvəzlərlə qarışdırıb hamısını birlikdə yaxşıca qarışdırıram ki, tam qarışsın və indi üzərinə pomidor əlavə edəcəyik. İstər təzə pomidor, istər mənim kimi bağlama pomidordan da istifadə edə bilərsiniz və hətta əgər pomidorunuz yoxdursa, yəni bunu ancaq sadəcə tomatla da hazırlaya bilərsiniz və tomat pastasını biraz daha artıq edib yeməyinizi bişirməyə davam edirsiniz. Tərəvəzlərimiz qovrulduğu müddətdə burada da kartof və kələmimiz çox gözəl pişir. Mətbəxdə çox gözəl bir qoxu var. Kaş ki ekrandan bu qoxunu izləyicilərə ötürmək mümkün olsaydı. Və artıq deməli tərəvəzlərimiz tam yağa düşdüyünə görə, pomidor, tomat pastası çox gözəl qovrulduğuna görə indi yeməyimizə əlavə edə bilərik. Və mən yeməyimizə tərəvəzləri əlavə edərkən biraz çətinlik yaşadım. Deməli çətinlik nədən ibarətdir? Bu tavaların qulpu öz materialında olduğuna görə, həm də tavalar çox güclü isildiyinə görə, yəni hədsiz dərəcədə güclü isinir və silikon tutacaq da artıq istiləndiyinə görə mənə həm tavanı tutmağa bir balaca çətinlik yaratdı, həm önümdə kamera. Yəni ona görə bu xırda bir qüsuru mənim üzrlü hesab edin. Və nəhayətində mən bir problemsiz olaraq tərəvəzləri yeməyimizə əlavə etdim. Və indi bir neçə dəqiqə ərzində bunların birlikdə qaynadıram ki, dadları yaxşı bir-birinə keçsin. Və mütləq yeməyinizin duzunu yoxlayırsınız. Yəni ədviyyat olaraq nəyə ehtiyac olarsa, yəni bu mərhələdə əlavə edə bilərsiniz. Mən də duzu qaydasında olduğuna görə sadəcə qara üyüdülmüş istiot əlavə etdim və əlavə edib qarışdırıb birlikdə qaynadıram yeməyimizi. Və yeməyimizin kartofları da tam pişdikdən sonra, yəni bunu mütləq yoxlayırsınız və üzərinə bu mərhələdə kartofları tam pişdikdən sonra, yəni artıq yeməyimiz demək olar hazırdır və mən öncədən ayırdığım çuğunduru əlavə edirəm və çuğunduru qarışdırmadan öncə üzərinə azacıq ya limon suyu və yaxud 9%li sirkə, уксус əlavə edib yaxşıca qarışdırırsınız. Mən qarışdırıram və üzərinə öncədən doğradığım azacıq şüyüd və cəfərini əlavə edirəm və sadəcə 1 dəqiqə ərzində yeməyimizi qaynadıb altını söndürürəm və qoyuram bir balaca yeməyimiz dincəlsin. Bu yemək bizim milli yeməyimiz olmasa da demək olar ki, Azərbaycanda hər bir evdə bu yemək bişir və çox sevilərək, bəyənilərək yeyilir. Yəni həqiqətən çox ləzzətli yeməyimiz alındı. Siz də eyni qaydada hazırlayın, əminəm ki, siz də çox bəyənəcəksiniz. Məndən bu qədər. Siz isə mənə dəstək olmağı, şərhlərdə fikirlərinizi yazmağı, əgər videonu bəyəndinizsə like etməyi unutmayın. Bu sizin üçün asan, mənim üçünsə çox dəyərlidir. Dəstək olan hər kəsə öncədən təşəkkür edirəm. Və hazır olan yeməyimiz artıq servis edilməyə hazırdır və süfrəyə verilərkən hər kəs öz zövqünə uyğun istər mayonezlə, istər smetanla, istər sarımsaq qatıqla, istər də mənim kimi süzmə ilə üzərinə əlavə edib nuş edə bilərsiniz. Yəni göz oxşayan bu yeməyimiz evdə yeyən hər kəsin ürəyincə oldu. Allah hər birinizin evinə bol ruzi bəxş etsin. Siz də sevdiyiniz təamları hazırlayıb ailə üzvlərinizlə birlikdə sağlam canlı nuş edəsiniz. Sağ olun, Allah'a əmanət olun. Gələn videolarımda görüşənədək.